Deməli, bu gördüyümüz sənədlər K sənədləridir. Bizə katiblik tərəfindən daxil olur. Katibliyə də müxtəlif idarə və təşkilatlardan daxil olan sənədlərdir. Müxtəlif mövzulara əhatə edir. Miqrasiya qanunvericiliyi olsun, proseslər olsun, qeydiyyatdan çıxarılma, deportasiya və s. kimi məsələlərə əhatə edir ümumi olaraq. Məsələn, katiblikdə daxil olan bu sənədlər sistemə vurulur və baş idarə rəisimiz tərəfindən idarə rəislərinə qoyur, idarə rəisləri də əməkdaşlara, müavinlərə qoyur, müavinlər də əməkdaşlar arasında bölüşdürürlər bu sənədləri. Məsələn, gördüyünüz kimi bu özü ilə qeydiyyatdan çıxarma ilə bağlı olan bir sənəddir. Bu sənədi mən katiblikdən götürdükdən sonra həmin bu daxil olan sənədlərin qeydə alınması kitabını görürsünüz. Bu kitabda qeydiyyata alınır və qeydiyyata alındıqdan sonra hansı ki, əməkdaşlar arasında bölüşdürülmüş bu K sənədləri icra olunduqdan sonra cavab məktubunun da nömrəsi yenidən burada qeydiyyata düşür. K nömrəsi yazılır ilk dəfə daxil olduğu zaman. Daha sonra bir neçə gündən sonra cavablandırılarsa 2 günə, 3 günə, 3 gündən sonra da misal üçün şərt olaraq deyirəm, daxil olan sənədlərin qeydiyyat kitabında yenidən bura çıxan nömrə, göndərilən nömrə də yazılmalıdır. Və indi hal-hazırda məsələn, burada qeydiyyatdan çıxarılma ilə bağlı olduğu üçün, sadəcə məlumat xarakteri daşıdığı üçün bunun cavab məktubu elektron sənəd dövriyyə sistemi ilə göndərilmişdir. Həmçində şülüz vasitəsilə. Məsələn, elə sənədlər olur ki, həmin bu sənədlər cavab məktubları daxil olan sənədin arxasına mütləq bir şəkildə tikilir. İl sonunda toplanan bu sənədlər arxivə mütləq arxiv olunur, hansı ki, necə deyim, yəni bu sənədlər tərəfindən yenidən nömrələr yazılır, yəni daxili siyahısı verilir və müxtəlif qovluqlara əlavə olunaraq, yəni tərəfindən arxivə tərpil verilir. İşini bilirsən də, bilmədiyin hallardan görürsən ki, harasa baxırsa verirsən. Biraz çox belə qarşı qalaqlıydım, bilmiyorum. Harada olsa, yəni, böyle toksana tutmuşlar, hem de kendi ailece ben babasında. Böyle tasarım edin ki, bir de fikir masında olarak bütün günü böyle Bizim sonra, kaşlarından bir sonraki kaşlarının bir karışma meselesi olursa bu kadar birlik karışlar hemen edelim. Sonra ben karıştıracağım. Yok, karışmıyor. Ama o ilerledikçe, yaş geçtikçe o hisselerde görsen ki karışmaya gelmekten. Çok iyi akıştı bu. Bir daha hava düzenleyeceğiz. İstelaşmaya gittiğimiz kadar. Onu da istersiniz. Ya ben hiç yapmayacağım. Bir tane de gittim. Hava günlere hava ne oldu? Sen de istiyorum ama istiyorum. Onlar da şimdi istiyorum. Ben çok istiyorum. Sen böyle nasıl vakti olmamışsın demiştim. Dersiniz de bildim. Ne zaman da yapıyorum? Yok, gerçekten dersinde işgal problem çok güzel yani ne yazsın sonra işte geçmişte ama daha rahat olun yani arkadaşım nasıl özünden rahat ediyor nasıl onun birisinin talı her şeyini əslən Almanya deyim ki, Almanya universiteti yaxşı yesindir, yaxşı oxuya bilsin. Yəni, o qalacaq, mən deyim, işləmə, çünki nota yazır, qızdırır deyirdim, çətin olacaq. Nasıl mən axşamdan etməyəm, ona görə hazır edin. İstəyəməyim, yerinə yapayım sənə. Yok, bana
çok önemli var. Nasıl yapabilirim? Devamlı ablamın etkide riskli de daha dönene gibi daha kaldım. Ben adamın başında da orada ne olur diye ben yürüyorum. Tam dertleşikliğine Volta'ya ait bir de yoğunluğu, bir ay altında aslında yoğunluğu yürütesinde düzenli yemeğe dönüşüyordu var. Ama senin de görürsünüz bana da. İngilizce biraz bir de şeyden de merhaba. Sonra biz çıktık. Neyin diyorum ya biz çıktık göğsüne çıktık. Nasıl bir başa varmış da bizim başa bir şey zaman başa tanışmaya yakın. Orada biraz başıma gidiyorum biraz gücüm sanki. Ben 10 kere gibi başıma oldum. Tanışmışız. Sonra başımıza tersi gibi. Nasıl şey. Çok derim ya Allah desem bir sene ya. Neyse, tanışmıyoruz. Başka hiç dahil olmayan bir şey. Sonra tanışmıyoruz. Görürse ben de onu istedim. Bence böyle soruşturacağız falan hep görmek istiyorsun. Üzülmek falan. Ben saçmalamayayım. Biraz daha bakıyorum. Benim bir şey yok.